isə davam edə digər xəbərlərimizdən. Qarşımızda duran başlıca vəzifə dövlət tərəfindən göstərilən xidmətlərin vətəndaşlara daha operativ təqdim edilməsi. Bu xidmətlərin 50%-nin fəaliyyət planının yekununa, yəni 2028-ci ilə qədər vətəndaşlara təqdim edilməsidir. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov ARB 24-də ekskluziv müsahibəsində deyib, qeyd edib ki, rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının əsası vətəndaşın dövlət xidmətlərinə müraciət etmədən xidmətlərin onlara öncədən və daha çevik təqdim edilməsi konsepsiyasına əsaslanır. Bu baxımdan fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Sənədin icrasını dəstəkləyən əsas amillər kimi infrastruktur tənzimləmə, insan kapitalı və idarəetmə istiqamətləri də müəyyən edilib. Sədr layihənin əsaslandığı qanunvericilik bazası və beynəlxalq təcrübə barədə də məlumat verib. Bu xüsusda beynəlxalq təcrübə əhatəli şəkildə analiz edilmiş, təhlil edilmiş, ən qabaqcıl təcrübələr nəzərə alınmış, normalar nəzərə alınmış və vahid qanunvericilik layihəsində tətbiq edilmişdir. Qanunvericilik paketimiz aidiyyatı qurumlarla razılaşdırılmış və Milli Məclisə baxılması üçün təqdim edilmişdir. Qanunvericilik layihəsi çərçivəsində ölkəmizə yeni gətiriləcək təşəbbüslər məhz xüsusən startap və erkən maliyyələşmə istiqamətində startapların maliyyələşməsinin təşviqi baxımından venture fonların yaradılması, akkreditə edilmiş mələk investorların institutunun formalaşdırılması, crowdfunding platformalarının qurulması, onların tənzimləməsinin həyata keçirilməsinin hüquqi normaları müəyyən olunacaqdır.